Mən Abdullayev Azər Zadıloğlu. Üzüm Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevə yenədən müraciət edirəm. Cənab Prezident, Azərbaycanda qanunlar tapdanır, Milli Məclis göz yumur. Məhkəmə qətnamaları sayılmır, Məhkəmə Hüquq Şurası göz yumur. Məhkəmə qətnamaları icra olunmur, Ədliyyə Nazirliyi, İcra Baş İdarəsi saymazcana yaraşır. Bildirdiyim kimi, əvvəlki çıxışlarımda da bildirdiyim kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi məmurları tərəfindən mənimsənilmiş əmlakıma görə bu məhkəmə qətnamaların mən özüm yazmamışam, yenə deyirəm. Mənim atam yazmayıb, əmim dayım yazmayıb. Bu məhkəmə qətnamaların şəxsən siz Azərbaycan Respublikasının prezidenti olaraq təyin elədiyiniz məhkəmə hakimləri çıxardıb. Sizin təyin elədiyiniz Ədliyyə Nazirliyi və Ədliyyə Nazirliyinin icra baş idarəsi həmən bu məhkəmə qətnamalarının icra elənməməkdən ötürü əllərindən nə gəlir eləyirlər. Çünki mən vətəndaş olaraq lehimə çağırdılmış məhkəmə qətnamaları dövlət qurumu olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əleyhinədir. Bütün dövlət qurumları bir-birlərinin zibillərini örtməyə and içiblər. Bugün bunların minusu varsa sabah digərini olacaq. Ona görə də bunlar bir-birlərinin zibillərini örtməyə, örtbası eləməyə and içiblər. Ədliyyə Nazirliyi İcra Başlayasının Lənkəran İcra Prokurorluq şöbəsinin məmurları hələ bu məhkəmə qətnamaları 2021-ci ildə onlara daxil olanda məndən rüşvət istəyiblər, verməmişəm. Bu haqda axtarırsanız, dəftərxanı, ya sizin köməkçiləriniz axtarsa, bütün dövlət qurumları, Ombudsmandan tutmuş, Milli Məclisdən tutmuş, Baş Prokurorluqdan tutmuş, Ədliyyə Nazirliyindən tutmuş, hər bir qurum axtarsa, 2022-ci ildən bəri mənim müraciətlərim var ki, mənə istənilən rüşvəti vermədiyimə görə məni süründürməsiliyə məruz qoyub Lənkəran İcra Prokurorluq şöbəsi. Hətta 2022-ci ildə borclu təşkilat olan Kiçik Qızılağac Balıq Artırma Təsərrüfatının əmlakına həbs qoyulub. Bugünkü günə kimi həmin məhkəmə qətnamaları üzə çıxardılmamaqdadır. Hətta Lənkəran İcra Prokurorluq şöbəsinin məmuru Abbaszadə Çinar Mustafaoğlu mənə 600 manat da Sərraf MMC-nin hesabına pul ödətdirib. Lakin bugünkü gündə həmin məhkəmə qətnamaları yoxa çıxardılmaqdadır. Həmin məhkəmə qətnamalarına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Kiçik Qızılağac Balıq Artırma Təsərrüfatının əmlaklarına, torpaq sahalarına həbs qoyulub. Həmin məhkəmə qətnamasına əsasən mənə təklif olunub. Lakin sonradan nə min bir hilə ilə Lənkəran İcra Prokurorluq şöbəsi Ekologiya Nazirliyi tərəfindən aldığı tapşırığa görə onu hərraca göndərib, hərracda satılmadığına görə güya Abdullayev Azər Zadıloğlu bundan imtina eləyib deyə məhkəmə qətnamalarını yoxa çıxarmaqdadırlar. Hal-hazırda Konstitusiya Məhkəməsinin qərarı var. Borclu təşkilatın, borclu şəxsin əmlakları tələbkara verilməlidir. Həmin qərarı rəhbər tutaraq, həmin məhkəmə qətnamasına əsasən həbs qoyulmuş əmlakların yenidən mənə təklif olunaraq verilməsini tələb edirəm. Və bugünkü gündə Lənkəran İcra Prokurorluq şöbəsinin Ekologiya Nazirliyindən aldığı tapşırığa, sərəncama əsasən və onlara verilən nə qədər rüşvət müqabilində bilmirəm, məhkəmə qətnamalarını bugün geri qaytarıblar ki, biz icra edə bilmirik. Hal-hazırda iş icraatdadır, Şirvan Kommersiya Məhkəməsində, onunda da yenidən baxışdı. Xahiş eləmiş ki, yenidən İcra Prokurorluq şöbəsinə geri qaytarılsın. Yaxşı, cənab Prezident, biz Azərbaycanda demokratik ölkədə yaşayırıq. Ad demokratikdir. Demokratiyadan xalq üçün əsarlamat yoxdur. Demokratiya var, dövlət qurumları və dövlət məmurları üçün. Çünki elə bir demokratik ölkədə onlar yaşayırlar ki, vətəndaşın anasını ağladırlar, demokratiyadır, bunlar heç nə deyən yoxdur. Vətəndaşın cibində soyurlar, demokratiyadır, bunlara heç nə deyən yoxdur. Vətəndaşın əmlakını tanıyırlar, demokratiyadır, bunlara heç nə, hər kim hər nə eləyə bilər, demokratik ölkədə ona görə. Vətəndaşın mənimsədiyi əmlakına görə məhkəmə qətnamaları var, icra eləmirlər, deyirlər ki, biz demokratik ölkədə yaşayırıq, icra eləmirik.
Demokratiya bularsınız, biz üçün deyil. Biz səsimizi çağırsaq, bizə deyirlər ki, başına torba salarıq, səni gedər gəlməzə göndəririk. Sən demokratik ölkədə yaşayırsan, bu sözləri deyirsən. Bəli, şəxsən mən dəfələrlə sizə müraciət eləmişəm, bütün dövlət qurumlarına müraciət eləmişəm ki, Ekologiya Nazirliyi məmurları mənə hədə-qorxular gəlirlər, başına torba salarıq, səni gedər gəlməzə göndəririk, şantaj eləyirlər, hədə-qorxular gəlirlər, təhdid eləyirlər. Mən bunu minlərlə sizə yazmışam. Minlərlə şikayət məktublarımda axtarılsın, tapılsın sizin dəftərxananızda, Ədliyyə Nazirliyinin dəftərxanasında, Ombudsmanlıqda, Milli Məclisdə, Baş Prokurorluqda, hətta Daxili İşlər Nazirliyinin 2 dəfə buna görə qəbulunda olmuşam. Cənab Vilayət Eyvazovun şəxsən qəbulunda olmuşam ki, mənə hədə-qorxular gəlinir Ekologiya Nazirliyi məmurları tərəfindən, Kiçik Qızlağac Balıq Artırma Təsərrüfatı tərəfindən, Ekologiya Nazirliyinin hüquqşünası Anar Rəhimov tərəfindən və digərləri tərəfindən, Firidun keçmiş bioloji müxtəlifliyin qorunması Firidun Əliyev tərəfindən, əsasən Abbasov Dadaş Nasifoğlu tərəfindən və onun əlaltıları tərəfindən mənə hədə-qorxular gəlir, məni gedər gəlməzə göndərmək istəyirlər, mənim başıma torba salıb aparmaq istəyirlər. Budur bizim demokratik yaşadığımız ölkə. Haqqımı tələb edirsən məhkəmə qətnamları ilə. Mənim başıma torba salıb aparmaq istəyirlər. Mən dövlətə xəyanət eləmişəm, mən narkobaronam, mən nəyəm ki, mənim başıma torba salıb aparırlar. Məhkəmə qətnamalarına əsasən Azərbaycan Respublikasının konstitusiyasına, qanunlarına sizin təyin elədiyiniz cənab prezident, hakimlərin, şəxsən cənab prezident sizin təyin elədiyiniz hakimlərin çıxartdığı məhkəmə qətnamalarına əsasən haqqımı tələb elədiyimə görə niyə başıma torba salınmalıdır mənim bugünkü gün Azərbaycanda? Cənab prezident, xahiş edirəm, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin özbaşınalığına son verilsin. Onsuz da bütün sosial şəbəkələr Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məmurlarının özbaşınalığından partlayır demək olar ki, bütün sosial şəbəkələr. Bu özbaşınalığa görə siz bir çox Ekologiya Nazirliyinin məsul işçilərin vəzifəsini azad eləmişsiniz, hətta nazirinə qədər vəzifəsini azad eləmişsiniz. Lakin onların özbaşınalığı hədbaşsız, yüyənsiz at olaraq necə buraxarsan gedər. Bu dəqiqə hal-hazırda onlarda beləncinədir. Yüyənsiz atdılar, hara gəldi çapırlar, istədiklərini eləyirlər. Anar Rəhimov dəfələrlə mənə akt yazıb, Lənkəran İcra Prokurorluğu şöbəsində mənim şəxsən özümə bildirib, get kimə şikayət edirsən elə. Abbasov Dadaş Nasifoğlu, Boğuzu Təşkilatının rəhbəri, bütün məhkəmədə deyir ki, bizim rəhbərlik elədiyimiz təşkilat cənab prezidentə aiddir, onun tərəfindən maliyyələşir. Əgər belədirsə cənab prezident, onda yenə deyirəm, sizin şəxsən təyin edildiyiniz hakimlərin qətnaması əsasən mən dəymi isyanı sizdən tələb edirəm. Yox, əgər əks halda belə deyilsə, niyə indiyə kimi Abbasov Dadaş Nasifoğlu cəzalandırılmayıb? Niyə dəfələrlə akt yazıldığı halda, izahat yazıldığı halda Ekologiya və Təbii Sərvətlər Nazirliyi bugünkü günə kimi qanunlara riayət eləməyib? Niyə dəfələrlə borcu təşkilatının güya hesabına inkasa sərəncamı qoyulub, bank hesabına? Bunların hesabında pul yoxdur. Bu boyda zavod, bu boyda təşkilat, bu boyda işçilərin, bir qədər işçilərin maaşını hardan verir? Kommunallıq xərcləri hardan verir? Vergini necə ödəyir? Onda demək olar ki, Abbasov Dadaş Nasifoğlu dediyi kimi həmin təşkilat öz başına bir qurumdur, istədiyi kimi hərəkət edir, nə vergi verir, nə kommunallıq xərc ödəyir, heç bir şey. Sadə işçilərin maaşını verir, başqa heç bir şey yoxdur. Bunda bunlar hardan maliyyələşirlər? Necə maliyyələşirlər? Necə bunların hesabında pul yoxdur ki, sentyabr-avqust ayında COP29 keçirir deyə 850 min, 870 min manatlıq orada yenidən qurma işləri aparıldı. Onda bu pullar hardan gətirilir? Onda bunlar Abbasov Dadaşın dediyi onda düz çıxışı. Əgər belə deyirsə, cənab prezident, onda mən sizdən tələb edirəm bu pulu. Yox, əgər belə deyirsə, yenə deyirəm, Abbasov Dadaşın cəzalanmasını tələb edirəm və mənə dəymi isyanın ödənilməsini xahiş edirəm. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məmurları bugün vətəndaşa dəymi isyanı ödəməmək üçün o qədər pul xərcləməyə hazırsınız ki, lakin dövlət qurumunun qüruru sınar vətəndaşın pul ödəsə. Onların imicinə xalar gələr vətəndaşa pul ödəsə. Bunlar and içiblər ki, vətəndaşı əzməli, vətəndaşın anasını ağlatmalı. İcra məmurları and içiblər ki, vətəndaş 1 manat, 100 manat, 1000 manat borcu olsa anasını ağladın, şalvarın satdırın, papağın satdırın, köynəyin satdırın, Azərbaycandan çıxışına
qadağa qoyun, pensiya kartına, maaş kartına, gəlirlərinə, hamısına sərəncam qoyun, inkasa sərəncamı qoyun, dövlətə olan borcunu ödəsin. Amma dövlət qurumu borcu olanda tükünü tərpədən yoxdur. Hətta mən vətəndaş olaraq deyirəm, cənab prezident sizin köməkçiləriniz başda olmaqla, Mehriban xanımın katibliyi başda olmaqla, baş prokurorluq, ombudsman, ədliyyə naziri, icra başçısının rəisləri 2 dəfə hada qorxulara görə Vilayət Eyvazovun qəbulunda olmuşam. Dəfələrlə Milli Təhlükəsizlik Xidmətinin rəhbərinə müraciət etmişəm ki, mənə hada qorxular gəlirlər. Mənə biri başıma torba salmaq istəyir, biri gedər gəlməzə göndərmək istəyir. Buna bir sərəncam qılın. Əvvəl-axır bunlar məni şərləyəcəklər. Mən bu başdan bildirmişəm ki, mən sabah şərlənsəm də bu sırf Ekologiya və Təbii Sərvətlər Nazirliyi məmurları tərəfindəndir. Mənim başıma bir iş gəlsə də bunlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi məmurları tərəfindən və Lənkəran İcra Prokurorluğu şöbəsi tərəfindən olacaq. Mən haqqımı almaq üçün axıra qədər ölümüm belə olsa ki, yenə deyirəm, gedəcəm. Mən burada da olmasa gedəcəm Türkiyədən, Almaniyadan, İrandan, hər hansı bir ölkədən həmin Azərbaycan prezidentinə axır müraciət edəcəm. Axır mən səttimi çatdıracağam. Bugün bizim prezidentə elədiyimiz müraciətlər, şikayətlər, yazdığımız məktublar boğula bilər, çatdırılmaya bilər. Nə üçün? Biz Azərbaycan vətəndaşı deyirik. Bu Azərbaycan məmurların dədəsinin şəxsi mülküdür. Yiyib talayın Azərbaycanı. Mən vətəndaş olaraq bir gözüm yoxdur. Cəmi 150 manat pensiya alıram. Onu 90 manatın kredit verirəm. 60 manatdan 3 dənə uşaq saxlayıram. Amma siz 60 manatdan 1 dəqiqə yaşaya bilmərsiniz. 1 dəqiqə yaşaya bilmərsiniz. Çünki sizdən də milyonluq maşınlarda gəzməyə, milyonluq villalarda yaşamaya adət eləmişsiniz. Siz vətəndaş kimi vətəndaşı əzməyi ancaq bilirsiniz. Başqa heç nə bilmirsiniz. Qanunların tapdalanmağını bilirsiniz. Yenə də özüm itirəm Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevə. Xahiş edirəm Azərbaycan Respublikasının qanunlarına sahib çıxın. Məhkəmə qətnamələrine sahib çıxın. Şəxsən təyin edildiyiniz hakimlərin, məhkəmə hakimlərinin çıxartdığı məhkəmə qətnamələrine sahib çıxın. Və öz başına qurum olan, haqsız qurum olan, hədə qorxulara vətəndaşı məruz qoyan qurum olan Ekologiya və Təbii Sərvətlər Nazirinin öz başlanğılığına son verin və məhkəmə qətnamələrine əsasən mənə dəymiş ziyan ödənilməsini Ekologiya və Təbii Sərvətlər Nazirinə göstəriş verməyinizi xahiş edirəm.